Herkese salamlayıram. Gününüz xeyirli, uğurlu olsun. Dostlar, BYD hakkında, Gimplas hakkında kısa bir suallar veriblər. Kısa bir video çəkmişəm, cavablandırıram. Demək, bir xeyli bundan əvvəl bir video çəkdim. Videoda istifadə elədim ki, ifadələrimdən bəs bunlarda motorda su sürüldükcə azalır, açıqlığa gedir. Standart BYD'lərin çoxsunda belə bir söhbət var ki, antifrizi azalır. Demək, mən orada dedim ki, antifrizə bəs antifriz də kullanmıyorlar, amma su olmaz. Mənə sual verirlər ki, niyə görə ki, məsəl üçün antifriz azalıbsa, antifriz axı su ilə qarışa bilir, heç bir problemi olmur. Niyə su deyirəm ki, qatmayın? Bax, su bildiyiniz kimi motorun aralarında burada prokladka var. Prokladkaya su dəyəndə, paslama verir və sıradan tez çıxa bilir. Sıradan tez çıxanda da motorun su ilə yağ qarışa bilər. O sonracı sizə böyük bir problem əmələ gələ bilər. Amma indi sual verirsiniz beyninizə ki, bəs nətər davafq eləmiyorlar da, rayondayıq, məsələn, antifriz yoxdur. Ancaq desterilizovanlı su, yəni desterilizovanlı olmuş su, ya onu maşın zapsası yerində satırlar, akkumulyator suyu, ya da ki o belə deyək də maraqlı gəlirsə sonra kondisionerlərin suya axıra, qab qoyurlar. Bax, ya da ki oyla. Onlar heç vaxtı paslanma getmir. Dəmirə at onun içinə, aylarla qalsın, illərlə qalsın, paslamayacaq. Ona görə çalışın siz də ya antifrizin hansı rəngdədirsə ondan da davafq eləyin. Ya da ki davafq eləməyə şərait yoxdursa, yəni belə deyək də büdcədə pul yoxdursa, imkan yoxdur ki, alıb, fərqi yoxdur. Qırmızı antifrizə, göy antifrizə fərqi yoxdur. Desterilizovanlı su ya da ki kondisioner suyu. Kondisioner suyu desterilizovanında buxarlanır, turbalar buxarlanır. Oradan əmələ gələn su əmələ gəlir. Yəni o qaçdırsanız onu da. Mən inşallah bir dənə video çəkəcəm sabahda bir gündə. Gene onu paylaşdım. İstəyirəm ki, sizdən tez-tez paylaşım. Ümumiyyətlə son zamanlarda ki, BYD Gimplas haqqında çox videolar çəkmişəm. Onları da paylaşacağım hissə-hissə. Yavaş-yavaş. Sonra ikinci sual verirlər mənə. Bu da Gimplas sürənlərdir. Sual verirlər ki, bəs bu təzə maşındırsa, bunların içini flaşla yumağa ehtiyacı var, yoxdur. Təzə maşındır. Yəni ən azından 300 minə qədər, 400 minə qədər flaşına ehtiyac yoxdur. Flaş nədir? Motorun içinə tökürsən, bir 5 dəqiqə saxlayırsan maşını, motor işləyir. O flaş, o zirzibilləri belə deyək də, qabiyan paraşok nətərdir? Paraşok təmizləyir. Bu da həmin cür motorun içindəki zirzibilləri təmizləyir. Sonra çox başınızı ağrıtmayacağım. Sonuncu bir dənə də sual var ki, və sual verirlər ki, bu maşında açar qalsa, nətər başqa cür maşını açma olar, içəridə açar qalsa, başqa cür heç nə açma olmaz. Ancaq qapını əyib yuxarıdan, ya da ki evdə daima saxlayın, bunun üstündə bir kart verirlər. Mən o haqqda da bir video çəkəcəm. Kart verirlər, həmin o kartı yaxınlaşdırırsınız, bu güzgü yoxdur, bu güzgünün üstündə NFC sözü var. NFC sözünə yaxınlaşdırırsınız, o avtomatik olaraq qapını açır. Dostlar, kanalıma abunə olun, mənə dəstək olun. Hər birinizin dəstəyinə çox böyük ehtiyacım var. Sağ olun, salamat qalın. Görüşənədək.